Salam, hər vaxtınız xeyir olsun, əziz tamaşaçılar və dəyərli izləyicilərimiz. Hər birinizi Kesal İnternet Televiziyasının efirindən salamlayıram. Bizimlə siyasi baxış verişini izləyirsiniz. Əziz tamaşaçılar, mövzumuzu və aktual suallarımızı studiyamızın qonağı ilə müzakirə edib cavablandıracaq. Qonağımız Milli Məclisin Ailə Qadın və Uşaq Məsələləri Komitəsinin sədr müavini Jalə Əliyevadır. Xoş gəldiniz Jalə xanım. Təşəkkür edirəm. Xoş gününüz olsun. Jalə xanım, ümumiyyətlə hal-hazırda Qarabağda və Şərqi Zəngəzurda aparılan geniş miqyaslı bərpa quruculuq işləri barədə fikirlərinizi öyrənmək istərdik. Köç prosesi nə yerdədir? Bu barədə nə demək istərdiniz? Buyurun. Təşəkkür edirəm. Azərbaycan böyük qələbəsindən sonra 44 günlük şanlı müharibəsində əldə etdiyi qələbədən və daha sonra əldə etdiyi suverenlikdən sonra tamamilə doğrudur. O torpaqlara uzun illərdən bəri erməni işğalı altında qalan, tapdaq altında qalan torpaqlara böyük köç layihəsini həyata keçirməyə başladı. Bu, həqiqətən də elə adından da göründüyü kimi adi, sadə bir köç deyil. Bu, böyük bir köç idi. Bir zamanlar elə həmin dövrdə, elə müharibə günlərində çox belə deyim ki, işlək olan bir fikir formalaşmışdı. Belə bir cümlə var idi. Bir zamanlar ana qucağında gedən körpələr tanklar üzərində geri döndülər. O körpələr heç vaxt bəlkə də üzünü görmədiyi, ayağı dəymədiyi torpaqlarını qorumaq üçün Cənab Prezident Ali Baş Komandanın bir çağırışı ilə önə atıldılar və torpaqlarımızı düşmən torpağından azad etdilər. Və əlbəttə ki, daha sonraki mərhələdə artıq haqq yerini tapdıqdan sonra Azərbaycanlılar bu torpaqların əzəli və bundan sonra da inşallah ki, əbədi olaraq sakini olacaq bu insanlar təbii ki, öz dədə-baba yurdlarına, ata ocaqlarına dönmək haqqını əldə etdilər. Və çox qısa bir zamanda Azərbaycan dövlətinin, Azərbaycan hökumətinin, Cənab Prezidentin birbaşa rəhbərliyi ilə həyata keçirdiyi çox uğurlu layihələr sayəsində Qarabağımız yenidən dirçəldirilməyə başladı və bunu biz dəfələrlə qeyd etmişik. Bir daha qeyd etməliyik ki, müharibənin bitdiyi gündən cəmi bir neçə gün sonra artıq Şuşaya zəfər yolu çəkilməyə başladı. Yəni, bu çox əhəmiyyətli məqam idi. Yol mədəniyyətdir. Təbii ki, yol təkcə yol deyil, bütün infrastruktur, işıq, su, qaz, yəni 30 ildən artıq bizim sadəcə insanımız o torpaqlardan qovulmamışdı. O torpaqlar altı üstünə gətirilmişdi, yandırılmışdı, dağıdılmışdı, talan olunmuşdu və belə böyük bir akvatoriyanın, belə böyük bir ərazinin belə bir qısa bir zamanda əvvəlkindən daha da gözəl şəraitli bir məkana çevrilməsi, əlbəttə ki, bu adi məsələ deyil, bu sadə bir məsələ deyil. Bu proseslərin hamısının arxasında güclü dövlət dayanır. Güclü dövlət strategiyası dayanır. Həm xarici, həm daxili siyasətin böyük uğuru dayanır. Və vətəndaşlarımız təbii ki, illərdən bəri həsrətində olduqları torpaqlara böyük bir sevinç içərisində, coşqu ilə getməyə başladılar və biz hər dəfə onları yola salan, deyək ki, avtobus karvanını televiziya ekranlarından gördüyümüz zaman, mətbuatda gördüyümüz zaman, özümüz canlı şahid olduğumuz zaman ürəyimiz böyük bir rəqqətlə döyünür. Sevinclə döyünür. Çünki bilirsinizmi, həqiqətən də artıq bəlkə də mümkün olmayacaq kimi bir düşüncənin formalaşdığı bir məqamda bu torpaqlar geri qaytarıldı. Birbaşa Cənab Prezidentin həyata keçirdiyi çox uğurlu siyasət və həmin günlərdə mən deyim ki, hətta bizim uğurlarımızı illərdən bəri görmək istəməyən, eşitmək istəməyən, qəbul etmək istəməyən ölkələrin hərbi mütəxəssisləri, jurnalistləri belə etiraf edirdilər ki, Azərbaycan bugünə qədər dünyada mövcud olmayan bir strategiya və taktika ilə öz torpaqlarını uğrunda mübarizəyə qalxdı və onları geri qaytardı. Və həqiqətən də həmin o uğurlu prosesin davamında əlbəttə ki, insanımız o torpaqlara qayıtmalıydı və bu proses böyük bir uğurla hal-hazırda davam edir və biz hər dəfə belə deyək ki, həmin torpaqlardan 200, 300, 500 kilometr məsafəni qət edərkən, Bakıdan
bu torpaqların üzərindən keçərək deyək ki, Şuşada, Laçında, Xankəndində və digər Füzulidə hansısa bir tədbirə, Ağdamda yeni bir tədbirə gedərkən əlbəttə ki, yol ətrafında elə ən azından baş verən dəyişiklikləri gördüyümüz zaman ürəyimiz diqqətlə döyünür. Hər gedişimizdə, hər deyək ki, 2-3 aydan bir o torpaqlara səfərimizdə gözlərimiz önündə yeni bir Azərbaycan, yeni bir Qarabağ canlanır və bəli, bunlar böyük məsələlərdir. 5 ilin ərzində həm həmin torpaqlarda nəhəng quruculuq işlərinin həyata keçirilməsi, həm Azərbaycanın bütün bölgələrində iqtisadi inkişafın durmadan davam etməsi, irəlilməsi, infrastruktur layihələri çox əhəmiyyətli. Bəli, məsələn, hava limanlarının, dəmir yollarının çəkilməsi, bundan əlavə qeyd etdiyiniz kimi digər beləsi yaşayış obyektləri, yaşayış məskənləri, həmçinin memarlıq abidələrimizi, mədəni muzeylərin canlandırılması. İnsanımız təbii ki, o torpaqlara geri döndükdən sonra onların orada normal yaşaması üçün, normal bir həyat sürməsi üçün lazım olan, əhəmiyyətli olan infrastruktur layihələri, müəssisələr, təhsil müəssisələri, tibbi müəssisələr, iş yerləri, əlbəttə ki, bunlar bir-birinə bağlı olan, zəncirvari bağlı olan məsələlərdir ki, bütün bunlar dövlətimizin proqramlarında nəzərdə tutulur. Baxın, biz elə yeni ötən deyək ki, müddətdə mart ayından Novruz bayramı ərəfəsində hökumətimizin hesabatını dinlədik Milli Məclisdə. Daha əvvəl 2026-cı ilin büdcə layihəsini dinlədik və qəbul etdik və bütün bu layihələr, həm icra edilən layihələr, həm də bundan sonra icrası gözlənilən layihələrin hər birinin arxasında insan amili dayanır. Azərbaycan insanı dayanır, Qarabağımız dayanır, Qarabağın sürətlə dirçəldilməsi dayanır və bugün bu sahəyə büdcədən böyük, belə deyək ki, vəsaitlər ayrılır və bu vəsaitlər, bir daha demək istəyirəm ki, həm bölgələrimizin, bütün bölgələrimizin və başda da Qarabağ olmaqla dirçəldilməsi, həm də insanımızın o böyük köçün nəticəsində həmin ərazilərdə, həmin bölgələrdə rahat, tam təmin olunmuş bir şəkildə yaşaması, təhsil alması üçün nəzərdə tutulan layihələrdir. Jalə xanım, ümumiyyətlə belə desək, həyata keçirilən geniş miqyaslı bərpa quruculuq işlərində layihələrin əsas istiqamətlərindən biri də yaşıl enerji potensialı ilə bağlı məsələlərdir. Bildiyimiz kimi, həmin layihələrin əsasını məsələ alternativ enerji mənbələri, külək enerjisi, günəş enerjisi təşkil edir. Bu arada fikirləriniz necədir? Bəli, Azərbaycan bugün qlobal enerji deməli layihələrində də çox aktiv bir şəkildə iştirak edir. Sadəcə iştirak etmir, eyni zamanda bu layihələrə ev sahibliyi edir, eyni zamanda bu layihələrə müəlliflik edir və çox uğurla bu siyasəti həyata keçirilir və əlbəttə ki, bugün bütün dünya üçün əhəmiyyətli olan alternativ enerji qaynaqlarının tapılması, resursların, onların inkişaf etdirilməsi və gündəlik həyata tətbiq edilməsi bugün bütün dünya üçün, eyni zamanda dünyanın bir parçası olan Azərbaycan üçün də çox əhəmiyyətli bir məqamdır. Çünki hər birimiz bilirik ki, belə deyək ki, təbii resurslar davamlı deyil, belə deyək ki, məhdud, onların da bir gün tükənə biləcəyi gün var. Necə ki, neft ehtiyatları artıq bu şəkildə artıq həyəcan təbilini çalır. Amma uğurlu ölkələr, ağıllı ölkələr, gələcəyə düşdən ölkələr Azərbaycan kimi bunun indidən tədbirini görürlər, qarşısını almaq üçün və daha sonraki mərhələlərə hazırlıqlı olmaq üçün müvafiq layihələr hazırlanır ki, Azərbaycan da bu məsələlərdə bir mənalı olaraq deməliyik ki, öndərlik edir, liderlik edir və bugün həm yaşıl enerjidən istifadə, həm külək enerjisindən, günəş enerjisindən istifadə. Həmçinin sağlamlıq cəhətdən də biz təhlükəsizlik. Bütün bunlar, bəli, bugün dəyişən dünyada, bugün hər gün dəyişən dünya şərtləri çərçivəsində, bəli, coğrafi şərtlər çərçivəsində və bugün əlbəttə ki, bütün bu şəraiti hər gün baş verən, deyək ki, kataklizmləri nəzərə alaraq bütün gözlənilməzliklərə hazır olmaq baxımından da əlbəttə ki, Azərbaycan bugün öz sözünü deyir və əhəmiyyətli proyektlərlə, layihələrlə önə çıxır. Jalə xanım, ümumiyyətlə Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini təmin etməklə bərabər birəcə erməni vəhşiliyinə, erməni terrorizminə son qoymuşdur. Həmçinin Qlobal İndeks 2026 hesabatına əsasən Azərbaycan məhz bu
terror təhlükəsizliyində 93-cü yerdə qərarlaşıb. Ümumiyyətlə bu barədə fikirləriniz necə? Bəli, bir neçə gündür yayılan bu informasiyada düşünürəm ki, dünya ictimaiyyətinin marağına səbəb ola biləcək bir məlumatdır. Bəli, əhəmiyyətli deyək ki, statistikadır. Çünki bugün məsələn dünyanın bugünkü çalxantılarına nəzər salsaq, əlbəttə ki, dünya çox təəssüflər olsun ki, bir o qədər də rahat dönəmini yaşamır və belə bir dövrdə, belə bir zamanda Azərbaycanın məhz təhlükəsizlik baxımından stabil bir ölkə olaraq qəbul edilməsi və 93-cü yerdə, yəni belə axıra doğru yer alması bu çox uğurlu bir nəticədir. Çox belə deyim ki, həmçinin regionda digər dövlətlərə örnək olacaq bir göstəricidir. Həm regionu üçün, regionda önə çıxmış bir ölkədir, həm də ümumiyyətlə bütün dünya üçün bugün, yəni biz o siyahıya baxsaq, Azərbaycandan bu siyahıda öndə olan, yəni təhlükəsizliyini təmin edə bilməyən ölkələrin siyahısına baxsaq, həqiqətən də təəccüblənməmək mümkün deyil. O siyahıda elə ölkələr var ki, adlarını oxuduğun zaman təəccüblənirsən, yəni bugünə qədər onlar həqiqətənmi təhlükəsizliklərini təmin edə bilmir. Yaxın Şərq ölkələri, xüsusilə Yaxın Şərq və nəzərə alsaq ki, Azərbaycan da bir Şərq ölkəsidir deyək ki, amma bununla bərabər Azərbaycanda həm insan hüquqlarının qorunması, həm təhlükəsizliyin təmin edilməsi, həm dini tolerantlığın təmin edilməsi, sabitliyin, əminamanlığın təmin edilməsi baxımından belə bir reytinq cədvəlində öndə gəlməsi əlbəttə ki, həqiqətən çox əhəmiyyətli məqamdır və bu cədvəlləri belə deyək ki, biz hazırlamırıq. Bu cədvəlləri Azərbaycanın rəhbərliyi ilə hazırlanmır. Yəni bunu qlobal deyək ki, beynəlxalq təşkilatlar hazırlayırlar. Ümumi hesabatlıq cədvəli. Və bu ümumi hesabatda Azərbaycanın belə stabil bir yerdə dayanması həqiqətən də onu deməyə əsas verir ki, Azərbaycan sözü əsl mənasında bu sahədə də təhlükəsizlik baxımından da çox uğurlu bir siyasət həyata keçirilir. Ümumiyyətlə Jalə xanım, təhlükəsizlik, sabitlik baxımından Zəngəzur dəhlizinin açılması dövlətlərarası münasibətlərə necə təsir göstərmək? Həmçinin beləcə təhlükəsizlik və sabitlik baxımından deyil, ümumiyyətlə iqtisadi imkanları baxımından hansı bir üstünlükləri və perspektivləri özündə əks etdirə bilər? Bu barədə nə demək istəyirsiniz? Biz bunu dəfələrlə qeyd edirik və cənab prezident İlham Əliyevin də bütün çağırışlarda bu məsələ xüsusi bir yerdə gəlir. Azərbaycan Zəngəzur dəhlizinin qurulmasında və daha sonra da iqtisadi perspektivlərdən istifadədə bütün ölkələrə, bütün dost ölkələrə açıqdır. Və bu nə deməkdir? Bu deməli bu məsələnin siyasi deyək ki, perspektivləri ilə bərabər eyni zamanda ilk növbədə iqtisadi perspektivləri də əhatə edir və hər birimiz bilirik ki, hər bir ölkənin ilk növbədə iqtisadi maraqları belə deyək ki, daha sonra üstündür. Daha sonra bu gəlib siyasi maraqlara gəlib çevrilir. Və ona görə də istər bölgə ölkələri üçün, istər bölgəyə yaxın olan dövlətlər, ölkələr üçün, istərsə də daha uzaq ölkələr üçün Zəngəzur dəhlizi böyük bir əhəmiyyət daşıyır, logistik əhəmiyyət daşıyır, coğrafi baxımdan. Bəli, və yüklərin daşınması, insanların daha sonra bəlkə insanların bu keçid imkanı əldə etməsi. Yəni bütün bunlar bütün mənalarda istər biraz daha geniş götürsək, daha belə deyim ki, xoş məqamlardan danışsaq, hətta mədəni deyək ki, mübadilənin, turizmin, şəhər salmanın, yəni bugün qloballaşan dünya eyni zamanda getdikcə kiçilir və insanları bir-birini daha yaxından tanıması. Həmçinin biz Jalə xanım, iqtisadi imkanlar baxımından dövlətlərarası ümumiyyətlə münasibətlərin, əməkdaşlığın daha da genişləndirilməsini gətirir. Təbii ki, yəni bütün bu söylədiyimiz məsələlərin, amillərin mahiyyətində insanların, xalqların bir-birinə yaxınlaşması dayanır və bunu da təbii ki, dövlətlərin həyata keçirdiyi siyasət əsasında baş verir. Və bugün Azərbaycan dövləti özünün həyata keçirdiyi humanist, tolerant siyasətlə bütün dünyaya xitab edir. Və bugün Azərbaycan öz ölkəsi üçün, öz xalqı üçün, öz dövləti üçün arzu etdiyi stabilliyi, təhlükəsizliyi, inkişafı, əminamanlığı bölgəsi üçün də arzu edir, bulunduğu bölgə üçün, dünya üçün də. Və bizim bütün çağırışlarımız bundan ibarətdir. Çox sağ olun Jalə xanım, fikrinizi bölüşdüyünüz üçün təşəkkür edirik. Mən təşəkkür edirəm dəvət üçün. Belə əziz tamaşaçılar və dəyərli izləyicilərimiz, bugünkü verilişimizin sonuna gəldik. Nəzərinizə çatdırmaq istərdim ki, studiyamızın bugünkü qonağı Milli Məclisin Ailə Qadın və Uşaq Məsələləri Komitəsinin
Komitəsi sədr müavini Jalə Əliyeva idi. Gələn görüşlərə dək.